Herkese salam dostlar. Yepyeni bir Brawl Stars videosuyla karşınızdayım. Bu videoda sizlerle birlikte Supercell'in her bir hesabı özel olarak en şanslı gün etkinliğini tamamlayacağız. Ve videomuza geçmeden önce de bu tür videoların devamı için kanalıma abone olmak ve bu videoda like atmayı unutmayın uşaqlar. Ve neyse söz uzatmadan keçək ödüllerimizi almağa ve ilk önce gələk buradan elə melodi ilə oynayacağım çünki 0 kupalıdır, hem biraz bize de biraz rahat olsun. Hem de burada 20 dakika boyunca değil çünkü biz de o kadar onu asmayacağım ama bakar oraya bura. O 2 mega görev olub. Aha uşaqlar. Neyse dostlar uzatmadan keçək ilk maçımıza. Ve bəli dostlar gördüğünüz kimi ilk maçımızda atıldı. Gələk buradan həmişə olduğu kimi yüklərimizi qıraq və Melodi'lə neçə vaxt oynamıram. Necə karakterdə heç demək olar bilmirəm. Aa bunda da şeymiş. Bilmirdim ya. Ona göre işlətdim saç aksesuarını. Ama ultisinin 3 tane olduğunu bilmem. Aa ultisi de hasar da vermirdi. Aha şimdi bildim uşaqlar. Yadıma düşdü. O mən amalıyam. Görüm nə etkinliyidir. Bu nədir? Squeak. Oo bu nədir qaqa? Ay mənə gəlmə. Beşə qaçdı. Ayda bu ne böyle gec kurtardı bu oyun. Karakteri değişeceğim uşaqlar. 0 kupa diye heç kim birbirini öldürmür. Ay diyan göre. Aha aldım. Artık özümüz gedib öldürürəm inşallah. Mənə lazımdır ki oynama. Bu hansı karakterdir ola? Oha bunu da öldürdüm elə birinci oldum uşaqlar. Və ilk 2 dənə bu kutunun adı nə idi yadımdan çıxdı uşaqlar. Kutunun adı nə idi? Bir onu yorumlara yazarsınız. Kutunun adı yadımdan çıxdı. Nəsə star hediyəsi idi. Günlük səfərlərdən basılı tuturam və tez getdi ayda. İnşallah bundan nəsə çıxar və bu da tez getdi və ilk günümüzdən heç bir şey çıxmadı. Daha da doğrusu ilk oyunumuzdan. Bir də uşaqlar bu kutunun adı nə oldu yadıma? Star Nova kutusu. Aha indi bildim Star Nova kutumuz. Uşaqlar bildim indi Star Nova və nəysə gözlüyüm bir dəqiqə uşaqlar karakteri dəyişim. Kimi seçim, kimi Dugu seçəcəm. Və nəysə dostlar keçək bir digər maçımıza. Və bəli dostlar gördüyünüz kimi ikinci maçımız da açıldı. Gələk yükümüzü də qıraq. Ayda birinci star hediyemizdən heç nə çıxmadı. Adı neydi? Star Nova hediyemizdən heç bir şey çıxmadı amma hələ biz gözləyən nə qədər Star Nova star hediyələrimizdən var. Bayağı bir qəşəng tutmayı xoşladım amma çox bir şey çıxmır. Yəni mən hələ kostyum çıxmıyor bu kutulardan ancaq o gəlir bildizləmə. Bu nədir o? Oha bu nədir belə? Oh. Hamını öldürdüm inşallah bir dənə şey almaqla. Üçüncü hediyemiz də gəldi çatdıq və yenə 2 dənə Star Nova açırıq. Birincisindən bir şey çıxmadı. Haydi ikincisindən də bir şey çıxmadı. Uşaqlar nəsə biraz şanssız ilerləyirik uşaqlar. Bir də əgər bu videoya sizlərdən 10 like gəlsə bu etkinliğin davamını çəkəcəm. Yəni şanslı gün etkinliğinin davamını çəkəcəm. Və nəysə dostlar söz uzatmadan keçək 3-cü maçımıza.
Və bəli dostlar, gördüyünüz kimi 3-cü maçımız da artıq açıldı. Gələk buradan yüklərimizi alaq, çünki bildiyiniz kimi yük oyunda ən vacib şeylərdən biridir. Və 2 yükümüz də oldu indidən. Buradan da bu ikisini alacağım, artıq bəsdir. Gəlin bura, gəlin bura. O aksesuar pisiz nə idi uşaqlar? Düş dostum onun içində alın da. Gəl bura, qaçmayın da, qaçandan. Aha, gedib özümü qazı öldürəcəm uşaqlar, nə edirəm ki oynayıb. Ay. Elə heç nə, elə bildim birinci oldum ya. Və uşaqlar, gələk buradan yenə 2 dənə Star Nova kutumuzdan asacaq. İnşallah bunlardan nəsə çıxar da geri qalanlardan. Çünki çox şanssız olduq ha. Bayağı bir şanssız olduq və bu niyə açılmır? Burada qaldı. Aha, açılır. Və gəlik bura və uşaqlar çox gec gedir. Nəsə gəlir. Nəsə gəlir. Haydi. Ay 200 mücəffər nə idi ki? Elə bildim belə qəşəng bir dənə kostyum çıxır. Burada da bayağı irəlilədik. Mega kutumuz da var. Oha, davay mega kutu və bastım 9 yazdı. Bildiyiniz kimi uşaqlar, hər kəsə 9 yazır bundan. Mən hələ bu hesabımı 10 üstü heç nə yazmayayım. Yəni, və gəlib indi mənim ən sevdiyim kutu kaos kutusunu açmağa. Super Ender heç nə olmaz, Super Enderdə də qaldı uşaqlar və nəsə oyunda kasma var elə bil. Və nəysə dostlar, söz uzatmadan keçək 4-cü maçımıza. Və bəli dostlar, gördüyünüz kimi 4-cü maçımız da açıldı. İnşallah bu videoda bir yaxşı karakter və yaxud da bir kostyum çıxarda bilərik. Amma tam dəqiq bilmirəm buradan karakter çıxa bilirmi? Kostyum əminəm 100% çıxır, çünki yan hesablarımın birinə Star Nova kutularından kostyum çıxmışdı. Amma karakteri tam da dəqiq bilmirəm və eləmə. Aha, ölmədim. Aha, bu nədir belə? Bu bir yaxt olmuşdu ya, Squeak oxşadıram mən. Öl artıq. Aha, öldü. Canı bayağı aparır ha uşaqlar. Tez gəlim o birisini də öldürüm. Tez. Hardadır bu? Hardasan? Ay gəlin ala, qaçmayın da. Oo, beləsə elədim. Aha, elə gözlədiyimdən daha tez öldü. Və gəldi yenə 2 dənə Star Nova kutusundan atmağa. Bir yaxlarım çox gec getdi, amma 200 şey verdi bizə, yıldız puanı. Yıldız puanı nə idi? Mega görevlərdən verir. 3 dənə açırıq. Bu videoda bayağı bir açdıq ha. Spike'ın və artıq bundan nəsə bir şey gəlsə yenə. Bunlar nədir? Bir dəqiqə buna baxım. Güc nəyə lazım mənə görə? 6 tane şey birişti. Bu arada Brawl Pass'ta da bayağı ilerledi. Brawl Pass. Bunları alaq və bir dənə də star hediyemiz var. Elə bilirəm videomuz çox mənasız yerlərə gedir, amma heç nə olmaz. Və nəysə dostlar, keçək 4-cü maçımıza. Yox, 5-ci maçımıza. Və bəli dostlar, gördüyünüz kimi 5-ci maçımız da açıldı. Tez gələk, bunları alaq buradan. Sən alacam. Aha. Doug da bayağı bir güclü karakterdir ya uşaqlar. Yəni, mən də bayağı bir xoşuma gəlir. Çox güclü karakterdir hətta. Güclər. Bildim o kutudan hamısının gücü çıxa bilir yəni. Aha, bu Amber'dır məncə. Baxın, Amber'a oxşuyur.
Ayda mən almalıyam. Gəl də bura, qaçmadın da. Ay gedib özümü öldürürəm. Çünki uşaqlar bizim məqsədimiz kupa kasmaq deyil ya da birinci olmaq deyil ki. Əsas məqsədimiz Star Nova qutusundan açmaqdır. Onun üçün də özümü qaza öldürürəm. Yəni burada bir şey yoxdur. Yəni ki, yorumlarda yazmayın özünüzü niyə öldürürsünüz, özünü niyə öldürürsən və gəlirik yenə 2 dənə Star Nova qutusundan açmağa. Haydi get və yenə güc çıxdı. Bu səfər çox gec gedir. Aha, nəsə gəlir uşaqlar. Çox gec gedir. Haydi bir şey. Hiper bufsi. Bibiyə hiper şey çıxdı. 199 taşlıq bir şey çıxdı. Aha, burada da bayağı bir güclər. Bu kostyum əla deyə hətta. Çox yaxşı. $200 kredi buradan və Prezi-ni alalım. Bir də uşaqlar, burada Prezi yoxsa Drago. Onu da yorumlarda yazmağı unutmayın. Prezi yoxsa Drago. Məncə Prezi sizcə. Nəysə dostlar, keçək sonuncu maçımıza. Və bəli dostlar, gördüyünüz kimi sonuncu maçımızda atıldı. Gələk buradan yükümüz qıraq həmişə olduğu kimi. Gələcəm ora. Edgar, gəl də, qaçma da, qaqa. Qaçan adamdan çox zəhləm gedir də, yəni. VS oyunlarında da qaçırlar cəmaət. Zəhləm gedir də, yəni. Bunu biləsi uşaqlar. Qaçan adamdan oyunda. Artıq burada gözləyəcəm bir nəfər olan kimi adam. Haydi, son bir. Aha. Və uşaqlar, sonuncu son 2 Nova kutumuzda açırıq. Haydi, inşallah yaxşı bir şey çıxar. Ya Allah, inşallah yaxşı bir şey çıxar. Və bəli uşaqlar, gördüyünüz kimi sonuncu 2 dənə Nova kutumuza çatdıq. Ayda, bundan bir şey çıxmalıdır. Yenə güc çıxdı. Bir güc çıxdı. Nəysə dostlar, bu video bilirəm çox da iç açıcı olmadı. Amma neyniyək? Nəysə dostlar, bir videonun da sonuna gəlirik. Bu cür maraqlı Brawl Stars videonun davamlısını kanalıma abunə olmaq və bu videoda like atmağı unutmayın. Nəysə dostlar, gələn videolarda görüşənədək.